Hər vaxtınız xeyir dostlar. Bugün saata baxaq. Bir dəqiqə. Saat 3-ün yarısıdır. Saat 3-ün yarısıdır. Gecədir, çıxmışıq inşallah. Ömərlə gedək. Amili götürək. Fikrimiz var bugün. Bulvara gedək. Ağşəhər deyilən yerə, ora balıq tutmağa. Qəşəng güclü şimal küləyi var. İnşallah fikirləşirik. Gedək, nə çəkilişlər olar, onları da çəkib sizlərlə paylaşarıq. Dostlar, biz də yavaş-yavaş çıxdıq yola, üzü bulvara tərəf. Birinci Amilgilə gedirik, inşallah Amili götürək. Amil bulvardan dünən yaxşı orada kütün tutub. Deyir, yaxşı orada balıq gəlirdi. İnşallah gedirik Amilgilə. Amili götürək, oradan üzü tərpənək bulvara. Bulvarda mən bilən 2 estakadaya balıq tutmaq üçün icazə verirlər. Biri Amayın yanı tərəfdədir, birinci. Balıqçılar üçün orada icazə var. Bir də o tərəfdən, o bayraq tərəfdən birinci estakada. Oradan da mən bilən icazə verirlər. Mən 3 il bundan qabaq getmişdim ora. Orada balıqçılara icazə verirlər, balıq da tutmuşdum. İndi gedirik Amilgilə, Əhmədliyə, oradan Amili götürək. Gecədən hazırlığımızı gördük, hamısını. Güclü yağış yağırdı, hələ biraz istəyirik, tez çıxaq, alınmadı nəsə. 3-ün yarısı biz evdən çıxdıq, yığışdıq Ömərlə, göstərimizi yığdıq. Yaqin ki, inşallah 3 azada olarıq orada. Tərpənək, həm də gecədən getmək ora sərfərdir ki, yer zadı az olur, boş olur. Yəni, yer tutmaq rahat olur, yoxsa orada günorta getsən, çətin ki, yer tapa biləsən. Ona görə biz də fikirləşdik ki, bütün hər şeyimizi yığaq, gecədən çıxaq tərpənək. Gəldik, Amili də götürdük. Getdik, indi bulvara gedirik. Ağşəhər. Görə inşallah daha şurada inşallah çəkəcək, paylaşacağız. Nə olacaq, yaxşı videolarımızı çəkib qoyacağıq. Saat neçə olar ha? Gecədir, 2-3 olar ha. Ömər də buradadır. 5'i 3'ü. Ömər də burada. Heç kim yox gələ. Amil burada. Burada Elxana salamlar. Elxan gəlmədi. Köylə balıqçı Elxan. Maşallah, Allah bərəkət versin. Qəşəng. Çuval. Bu nə idi? Bunları taxmışdıq Amil. Heç bilmədim, onları taxdıq. Bu da siftə. Allah bərəkət versin. Heç bilmədim nə idi? Bunu hansısa çörək taxmışdım birinə. Hansısa şey idi. Bu da bizim siftə balığımız. O da vurur. Yeməklərimizi götürdük. Çayımızı da aparıq Ömərlə. Biraz çay içək. Çörək yeyək. Hava işıqlaşdı. Hələ ki bir dənə balıq tutmuşuq. Hələ bir dənə kifalımız var. Görək inşallah axırın olur. O da Amil çıxartdı o balığı. Qəşəng çuval çıxartdı. Allah bərəkət versin. Gedək biraz çörək yeyək, dincələk, çay içək. Görək başımıza nə gəlir. Dostlar, biz də getdik, maşından yeməklərimizi zadı gətirdik. Çayımızı, çörəyimizi, səhər-səhər biraz acıdıq. İndi istəyik səhər çörək yeyək. Kasıbın olanından da kartof, yumurta pişirmişdik, biraz pomidor, xiyar götürdük, ondan sonra yoldan kalbasa da almışdıq. Əsas odur ki, çayımız, Astara çayı qəşəng dəmlədik, kək otulu uzatdı, çörək yedik, üstündən çayımızı içdik, qəşəng dincəldik. Ayaqlarımız da yorulmuşdu, burada skameykalar var idi, mən gələndə o vaxt bura, onlar da yığışdırıblar. Deyirlər ki, bəzi balıqçılar var. Bu hamısına aid deyil də, mədəniyyətsiz balıqçılara aiddir ki, bu zibilliyirlər, skameykaları zadır üstünü püskünə salırdılar. Ona görə buradakı skameykaları zadda yığışdırıb hamısını götürüblər. Bir dənə baş tərəfdə saxlamışdılar. Hamısını qıraqdakıları yığdılar. Biz də oturduq, çörəyimizi yedik, dincəldik. Sonra da
Yavaş-yavaş durduq, başladıq. Balıq tutmağa davam edir. Bir də bir dartıb çəkib aparmır. Çəkir. Ancaq vurur daha yaxşı. Ay sən, bu çox alladır bizi. Var. Yığ. Yığ getsin. Yığ Ayşe. Yığ görək nə? Hə, kifal. Aşağı sal, aşağıda yığ. Aşağıda yığ. Daha indi qaldır bir dənə belə çək. Qaldır, hə. At bu üzə. Qala deyir, istəmirəm. Kifal da çıxdı. Qoy yeri çıxar. Ha. Görsən Amir. Ay sən deyirəm qarmağı dəyişdi. Hala dirəşmirsən qışdan qalan qarmaqlar istəyirsən. Özə Allah bərəkət versin. Qəşəngdir. Bizim çörək köhnədir də, yəni çörəyi dəyişərdik. Bulvarda bir müddət durduqdan sonra gördük ki, zəifçilikdir, balıq da az vurur. Həm də bizim spinniklər elə bil oranın rejiminə uyğun deyildi. Çünki uzaq məsafə atmaq lazım idi. Biz o spinniklərdən gətirməmişdik deyə bizimkilər nəsə alınmadı. Ona görə fikirləşdik ki, rejimi dəyişək. Həm də o qədər adam çox almışdı ki, orada davci inanırsan da pis çıxmasın, belə gəlib ağzımızın içindən girib bir spinnik atırdılar. Küləkdə də dolaşırdı, hamısı bir-birinə bir-iki dəfə yanımızdakılar azada dolaşdırdılar. Onlar gəldilər, atdılar, nə bilmə ağlam qarışdı bir-birinə. Narahatçılıq oldu. Ona görə fikirləşdik ki, Amillə çıxaq gələk Qum adasına. Qum adasına da gəldik. Qum adasının girişində Təvəkkül var, dostumuz. Ondan da qurd aldıq. Yəni gecə saat neçədə istəsəz Təvəkkülə yaxınlaşıb, nömrəsi də var orada. Dəniz qurdu götürmək olar, yəni asanlıqdan heç bir çətinlik yoxdur. Gəldik Qum adasına. İnşallah görək burada nə tutacağıq, nə balıqlarımız olacaq. Mən həmişə Qum adasına gəlmişəm çox vaxtda, əli boş qayıtmamışam buradan. Oradan da biraz balıq tutmuşduq. Sadoklarımızı da gətirdik bura, suya buraxdıq. İnşallah burada da fikrimizcə yaxşı balıqlar olar. Küləkdə həmişə kimi şimal küləyidir. Burada daha çox hiss olunurdu, nəinki bulvarda. Qum adasında da siftə balığı həmişə kimi, bulvardakı kimi yenə də Qum adasındakı siftə balığımızı da Amil çıxartdı. Ömərlə gedəndə Ömər çıxardırdı. İndi bir dəfə gəlib siftə balıqlarımızın hamısını Amil çıxartdı. Allah Amil canı sağ eləsin. İndi inşallah vaxt olacaq, gün ortaya zada da indi çatdıra bilsə, Elxan dedi ki, mən də gəlib sizin yanınıza çıxacam. Allah, maşallah. Yoxlayırdı bu. Əsasən nəyə gəldi Amir o? Nəyə gəldi bir dəfa? Soxulcana gəlir bu. Doğrudan deyirsən? Vay be. Bunlara qəribə deyə desən yenilik görüblər. Allah bərəkət versin. Dalı gəlsin, dalı. Qəşəng. Allah bərəkət versin. Oradan çıxartdı. Dostlar, axır ki Elxan da gəldi, çıxdı, özünü çatdırdı. Düzdür, axşama tərəf gəldi, işləri var idi biraz. Elxan da güclü balıqçıdır. Yəni bizim kimi deyil, əlbəttə bizdən qat-qat güclüdür, güclü sənətkardır. İnşallah yaxın zamanlarda onunla da gedib videolar çəkəcəyik, onunla da yaxşı videolarımız olacaq. O da əsl çöl adamıdır. Maşında hər bir şəraiti var. İnşallah onlar haqqında da məlumat verəcəm. Şəraitdə Elxan çay qoyub orada. Çay qaynadır. Səhkarlar eşq olsun. Bu hamı tanıyır da, bu ovçu Amildir. Balıqçı Amil. Balığı gözündən vurur, gözündən. Axır ki Elxan da gəldi, çıxdı bizim yanımıza. Küləkli havada. Balıq tutaq. Şey sorular var. Çöl adamdır Elxan, çöl adamdır. 2 dəqiqəyə düzdü, qoşdu çayın hizadı.
Dalga dalı necə vurur. Nəsə var, balaca bir şey var, gəl. Sağ ol kardeş. Allah bereket versin. Maşallah bu babattı ha abi.